İmtahana 2 ay qalan abituriyentə nə olar, nə olmaz. Olarlarla olmazlardan danışacağıq. Səhifəmizi izləyin. Bismillah getdik. Sənə olmaz nə? Qonaq getmək. Sənə olmaz qonaq qəbul eləmək. Qonaq getmək olmaz, qardaş. Sən hansı günlə qonaq gedirsən? Sən hələ zərfi məna növlərini işləməmsən. Sən hələ qoşma ilə, bağlayıcı ilə fərqin bilmirsən. Ona görə də sənə qonaq getmək olmaz. Sənə olmaz qonaq qəbul eləmək. Sən sadəcə WhatsApp-ın statusuna yazırsan ki, məşğul. I am busy, nə bilim nəsə. Busydir, qızım məşğul. Hə? Hə? Hə, bala, sən də öyrən qutar da. Hə. Sonra sənə olar nə? Toplunun hər mövzusu, məsələn, isim mövzusu, hamısını işləmək olmaz. Hər mövzunun sonundan, açıq suallardan, uyğunlaşma suallarından, hər mövzudan sadəcə 5 dənə, 10 dənə işləmək. Bir dəfə başlayırsan, başdan fonetikadan gəlirsən, bir dəfə isə hansı mövzuda qalmışsansa, onu da öz qaydası ilə davam eləyirsən. Həftədə deməli, 2-3 günə bir dənə heç olmasa, ən azı bizim 100 mətn kitabımızdan 3 dənə, 4 dənə mətn işləmək. İmtahana kimi ilk 30 mətni ən azından bitirmək. Bunlar mütləqdir. Mənasız streslərdən tamamilə uzaq duracaqsınız. İmtahan çətin olacaq, asan olacaq, asan olacaq. Hamıya asandır, bal qalxacaq, çətin olacaq, ballar düşəcək. İstədiyin baldan, yığdığın baldan hansısa bir yerə düşəcəksin. Bunu da qoyduq qırağa və yersiz motivasiya videoları. Otur coffee shopda, nə bilim onu elə, 10 gün qalmış hazırlığı dayandır filan. Bu tip pəmbə dizi söhbətlərində qoyun qırağa. Yəni reallıq başqadır, yəni film başqadır. Ona görə uşaqlar, yəni mən Qobustan Sündü kəndində oturmuşam internetlə onlayn öyrənəm, yox müəllim yanında məktəblərlə, coffee shop hardan tapım. Belə şeylər uşaqlar qoyun tamamilə qırağa. Real son günlərinizdə müəllim nəzarəti ilə çalışın və səlam. Bu arada bizim yanvar ayının əvvəlində hər gün deməli olmaq şərti ilə hər gün dərs təşkil olmaq şərti ilə yeni qrupumuz açılır, sürət qrupu. Sıfırdan başlayırıq, imtahana kimi, mart ayına kimi inşallah proqramı 2 dəfə tamamən bitirəcəyik. Bu qrupa qoşulmaq üçün 055 597 0151 yazırsınız və salam qoşulursunuz. Bu qədər.